Bəli, biz artıq mallarımızı ambara saldıqdan sonra burada bütün mal hərəkətlərini görə bilirik ki, hansı vaxtda, hansı kodla hara girdi, nə oldu, kim əlavə etdi, əlavə olma saatı, tarixi detallı baxa bilirik burada. Ondan sonra nələr baş verir? Məhsullarımızı hərəkətdən görəndən sonra keçirik satışlar bölməsinə. Satışlar bölməmizdə bizim bütün məhsullarımızı burada satışını yerinə yetirə bilirik. Onun üçün ən vacib olan şey burada kassanın yaradılmasıdır. Gördüyünüz kimi artıq mən burada bir dənə kassa yaratmışam. Siz də misal üçün burada ikinci kassanı yaradırıq. Kassa misal üçün kart qeyd edirəm. Seçirəm buradan bank hesabı olaraq bunu təyin edirəm. Bu da bura təyin edirəm, yadda saxlayıram. Bunu bir də bunları hamısını bir dəfə etsin sonra kifayət olur. Ondan sonra qayıdırıq satış bölməmizə. Nə edirik burada? Misal üçün müştərimiz gəldi, bizdən nə istədi? Dükana daxil oldu, bizdən A4 istədi, bizdən AirPod istədi, bizdən iPhone istədi. Hamısı burada cəmlənir, müştərimizi təyin edirik. Hansı filialda satış edirik bu 28 mayda? Hər filialda isə avtomatik olaraq özü gələcək. Biz admin olduğumuza görə bütün filialların hamısını görə bilirik burada. Hesabı seçirik. Bu nədir? Misal üçün kassa 1-dir. Bu kassa 1-ə girir. Hamısı nağd verilir. Yadda saxlaya vururuq. Satışımız tamamlanır və burada biz bütün sütunlarda ümumi məbləği, ödənilən məbləği, nə qədər bizə borcu qaldığı həmin satışdan, ümumi maya dəyəri, qazancımız, tarixi, hər bir şey buradan baxa bilirik. Misal üçün gördüyünüz kimi bu satışda 2500 manat satış olub, 2000 ödənilib, 500 manat bizə borcu qalıb. Satışlarımızda da satılan məhsullar bölməsindən də tək-tək məhsullara baxa bilirik ki, hər bir məhsuldan nə qədər xeyir əldə elədik. Bunu ümumi olaraq da axtarış edə bilirsiniz ki, burada misal üçün AirPods 4-ü axtarışa vururam. Baxmaq istəyirəm ki, AirPods 4-dən nə qədər məhsul satmışam, nə qədər xeyir əldə, nə qədər qazancım olub, tək-tək hamısını nəzarət edə bilirsiniz buradan.